Herkese salam. Hal-hazırda Viyana'dayız. Yaşadığımız şehirden, Hamburg'dan Viyana'ya yola düştük. İlk önce Praga'ya gittik, sonra Viyana'ya geldik. İndi gəlin birlikte baştan bu yolculuğu izləyək. İnanıram ki, sizin için de maraqlı olacaq. Deməli, harda qalmışdıq? Yolda qalmışdıq. Hansı yolda? Praqadan Viyana'ya gedən yolda. Artıq Viyana'ya şəhər mərkəzinə çatmışıq. Otelimizi axtarırıq. Ona qeyd etmək istəyirəm ki, otelin parkovkası yox idi. Ümumiyyətlə burada 90% otellərin parkovkası yox idi. Ona görə də otelə ayaqla 2-3 dəqiqə məsafədə bir parking tapıb maşını park edib otelə gedirik. Otelimizin adı Flemings Oteldir. Otel bələdiyyə binasına ayaqla 2-3 dəqiqə məsafədədir. Hətta 1-2 dəqiqə məsafədədir. Bələdiyyə binası da qarşısında Viyanada həmin o məşhur gözəl Weihnachtsmarktın, yəni Yeni il yarmarkasının qurulduğu binadır. Nəysə, bu otel otağının qiymətinə gəlsək, keçən videoda sizə demişdim. Biz bu səyahətə bir gün içində qərar verdik və bir gün qala olduğu üçün bu otaq normalda 200 evro plusdur, amma biz buranı 150 evroya tutduq və bundan əlavə də parkovkaya günlük 20-22 evro civarı pul ödədik. Nəysə, otelə yerləşib çıxdıq həm şəhəri görməyə, həm də bir şeylər yeməyə. Burada Almanya kimi axşam 8-dən 9-dan ondan sonra hər yeri bağlanırmış. Nəysə biz yenə də stabil, McDonald's-a xəyanət etmədən yenə də McDonald's tapıb McDonald's-da yemək yedik və sonra şəhərin mərkəzi küçələrini gəzmək qərarına gəldik. Daha sonra hardasa oturub bir şeylər içə bilərdik. Şəhər çox sakit, hava çox gözəl idi. Xəbərimiz yox idi ki, sabah yağış yağacaq. Amma şəhər həqiqətən çox sakit və çox gözəl idi. Nəysə, gecə bitir, otelə qayıdırıq, yatırıq, dururuq və otağımızın pəncərəsindən şəhəri həm görək, həm də sizə göstərək deyirik. Və fərqinə varıq ki, hava heç yaxşı deyil. Nəysə, hazırlaşıb çıxırıq şəhəri gəzməyə. Hələ bu svetofordakı bu çiftlərə baxın, çox tatlıdırlar. Aralarında da ürək işarəsi var. Deyirik ki, otelimiz Rathausen, yəni bələdiyyə binasının yanındadır. Biz də bunun haqqını verək, gedək yarmarkaya. Sonu hüsran. Öz-özümüzə danışırıq ki, yəni bu qədər təriflənən dünyanın ən yaxşı, gözəl yarmarkalarından biri həqiqətən də bu qədərdimi deyə düşünüb xəyal qırıqlığı ilə şəhəri gəzməyə gedirik. Əsas məsələ axşam imiş, onu da görəcəyik. Və yolumuza davam edirik. Deyirik həm şəhəri gündüz gözü ilə bir görək. Sonra da Viyananın məşhur dadlarını sınayaq. Şirniyyatlardan yoxlamaq istədiyimiz əsas 2 şey var idi. Apfelstrudel. Siz bunu alma pirogu kimi də düşünə bilərsiniz, amma tam olaraq elə bir şey deyil. Amma almalı bir şeydir. Bir də Kaiserschmarrn. Kaiserschmarrn da vişnə mürəbbəsi ilə doğranmış pankek kimi düşünə bilərsiniz, amma bu da tam olaraq o deyil. Sadəcə bu mənim bənzətməmdir. Bu kafenin adı Kafe Dondu. Apfelstrudel mənim qarşımda olan şirniyyatdır. Burada ən məşhur Kaiserschmarrn Kafe de Meldədir. Kafe de Mel bizim bu oturduğumuz kafenin yanındadır. Sadəcə oranın mənzərəsi tam bizə açmadığı üçün biz bu kafedə oturduq. Gələn dəfə də oradan Kaiserschmarrn yerik dedik də, o gələn dəfə gəlmədi. Çünki biz səhər təzədən evə qayıdacaqdıq və vaxtımız olmadı, çatdırmadıq. Nəysə, sonra bu katedralın ətrafındakı mini yarmarkaya bir baxaq dedik. Biraz da acıydıq əslində. Sonra bu supları gördük, hansı ki çörəyin içində verilir. Həm ac, həm üşüyən 2 nəfər üçün bu sup ideal bir şey idi. Dad da həqiqətən çox qəşəng idi. Və katedralın qarşısında duran bu faytonatlar hər biri tam olaraq bir-birlərindən aşk yaşayırlar deyə bilərəm. Əllərimdə videolar var, amma YouTube formatında deyil. Ona görə bura qoya bilmirəm. Nəysə, onlar çox tatlı idi. Daha sonra qərar veririk katedralın içinə girək. Katedralın içinə girirsiniz. Bu içəri hissəni ancaq kənardan görə bilirsiniz. İstəyirsiniz əlavə 7 evro ödəyib içəri girə bilərsiniz. Və ya toplu şəkildə 25 ya da 20 evro dəqiq xatırlamıram. Ödəyib 4 hissə ki var, oraları gəzə bilərsiniz. Məsələn, biri bu hissə. Buradan aşağı düşürsünüz, sonra orada nəsə danışırlar. Aşağı düşdük, sonra bizə maraqlı gəlmədiyi üçün geri qayıtdıq, axıra qədər qalmadıq. Həm də vaxt itkisi kimi gəldi bizə. Yəni all inclusive biletə oradan aşağı düşmək daxil idi. Sonra bu hissəyə bu formada rahat girmək, yəni kənardan baxmadan rahat içəriyə də girmək daxildir. Və daha sonra üçüncü olaraq liftlə yuxarı qalxa bilirsiniz. Bu formada şəhəri yuxarıdan görə bilirsiniz. Biz Berlindəki kilsədə yuxarı qalxmışdıq, amma orada görüntü tamam fərqli və daha gözəl idi. Burada nəsə onu məncə çox alındıra bilməyiblər və setkalar və orada ödənişsiz idi. Yəni içəri 10 evroya girdik və ondan sonrası ödənişsiz idi. 10 ya da 8, onu da tam xatırlamıram. Daha sonra təbii ki, müsəlman olduğumu unutmadan kilsədə şam yandırıram. Linçləməyək. Yox, linçləməyək. Ondan sonra isə biletimizə daxil olan 4-cü şey eləyirik. Pilləkənlə bir daha yuxarı qalxırıq. Bu dəfə fərqli tərəfi görəcəyik. 300 plus pilləkən var idi. Berlindəki kilsədə də bu belə idi, amma orada daha rahat idi və çıxanda gördüyümüz görüntü daha möhtəşəm idi. Burada çıxanda gördüyümüz görüntü bizə dedi ki, bu əziyyətə dəymədi.
Yəni gördüyünüz kimi bir otaq və otaqdakı balaca pəncərələrdən ətrafı görürsüz. Adam başı verdiyimiz 25 evroya heyfimiz gəldi. Tək içəriyə 7 evro versəydik bizim üçün kifayət idi. Bəli, deyirik ki, Viyanadan da xatirə bir şeylər alaq və gördüyümüz maqnit mağazasına giririk. Çünki burada maqnit mağazaları çox az idi. Biz də gördüyümüz birinə girib bir şeylər alırıq. Bura yenə şəhəri bir də gecə gözü ilə ikinci dəfə görək deyirik. Çünki dünən gecəki gecə tam gecə idi. Buraların işıqları falan heç yerlər yanmırdı. İndi amma hələ saat 10-u keçmədiyi üçün biraz işıqlıdır hər yer. Viyanada ən məşhur olan şeylərin əsasında gələn şnitzel. Gəlir şnitzel yeməyə. Birinci getdiyimiz yerdə çox az sıra var idi. Biz də dedik ki, necə burada az sıra var? Sonra başa düşdük ki, bu rezervasiya ilə gedilən filialıdır. Sonra isə canlı növbə ilə gedilən restoranına getdik. Orada da maşallah 1 saat gözlədik. Amma 1 saat gözləməyimizə dəydi. Çünki bu şnitzellər həqiqətən çox dadlı idi. Şnitzelin qiyməti bu malatina olan şnitzeldi 29 evro idi, səhv xatırlamıramsa. Donuz əti ilə olan idisə hardasa 23-22 evro civarı idi. Kartof salatı isə ekstra idi. Onun qiymətini xatırlamıram, 6-7 evro olmalı idi. Kartof salatını da çox təriflərdilər, hətta Azərbaycanlılar, bütün dünya belə tərifləyir. Amma məncə Azərbaycanda o qədər fərqli növdə salat yeyənlər üçün bu kartof salatı bir şey deyildi. Yəni Viyanaya getsəz burada sıra gözləməyə dəyər. Mütləq gedin o sıranı gözləyin və o şnitseli yeyin. Restoran adını deməyi unutmuşdum. Əgər Viyanada şnitsel yeyəcəksinizsə, mütləq və mütləq Figur Müller restoranında yeməlisiniz. Zaten gördüyünüz sıradan da bunun səbəbini anlaya bilərsiniz. Nəysə, restoranın sonrasında biz düşündük ki, bu yarmarkaya bir şans daha verək və axşam gözü ilə buranı bir daha görək. Və sonra gəldik, nə gördük? Burada həqiqətən də insanlar gəlirmiş, bura həqiqətən də çox gözəl imiş. İnsan çoxluğu ilə, axşam işıqları ilə bura həqiqətən də çox gözəl bir yerə dönüşmüşdü. Hamburqdan və başqa yarmarkalardan uçan Santa videosunu illaki görmüşsünüzdür. Burada da uçan Santa olmasa da uçan irək var idi və bu da çox tatlı idi. Balaca bir şeyin içindən tüstü ilə çıxırdı, sonra gəlib bu ağaca çatırdı. Sonra da bu ağacdakı bütün ürəklərin işığı yanırdı. Çox maraqlı bir ab-hava qatırdı yarmarkaya. O Santalarda olduğu kimi bu ürəkdə hər yarım saatdan bir işə düşürdü. Sonra dedik ki, bu gözəl mənzərənin qarşısında gözəl bir glühwein və isti şokolad yoxlayaq. Təbii ki, toqquşdura bilmirik. Və bu nağılların canlandırılması Almaniyada demək olar ki, bütün yarmarkalarda bunlardan dolu idi, fərqli-fərqli nağıllar. Və məncə uşaqlar üçün çox maraqlı və çox gözəl bir şeydir. Burada sadəcə bir ədəd gördük. Nəysə, sizə əsas bir şeydən danışmaq istəyirəm. Burada həmçinin konki sürməyə yer də var idi. Siz burada həm buzun üstündə salına bilər, həm də mənzərəni seyr edə bilərsiniz. Mənim üçün çox maraqlı idi və soyuğu da zaten ora keçiddən sonra hiss eləmirsiniz. Əsas məsələ nə idi? Siz burada konkiyə əlavə ödəniş ödəyirsiniz, girişə əlavə ödəniş ödəyirsiniz və əşyalarınızı qoymaq üçün şkaf istəyirsinizsə, ona da əlavə ödəniş ödəyirsiniz. Şkaf zaten ən ucuzuydu, məsələ o deyil. Toplamda bir nəfər üçün qiymət 25 evroya qədər gəlir çatır, 23-25 arası və bu limitsiz dəqiqələrdir. Yəni 1 saat, 2 saat, nə qədər istəyirsə qala bilərsiniz. Yəni standart bir vaxt yoxdur. Amma biz 2 nəfər üçün 48 evro verəcəykən 12 evro necə verdik, onu sizə demək istəyirəm. Deməli, bu buz pateni bütün yarmarka kimi saat 22-də bağlanır. Əgər siz 21-20-də yaxınlaşsaz bilet almaq üçün deyəcəklər ki, sizin sadəcə yarım saat vaxtınız var buzda sürüşmək üçün. Əgər siz buna razısınızsa ki 6-7 evroya kişi başı həll olur. Düzdür, orada hər birinə ayrı-ayrı, birini 0, birini endirimli, digərini də 0 hesablayır. Gəlir 6-7 evroya qiymət çıxır bir nəfər üçün. Və bu son dəqiqə biletidir. Biletin üzərində də yazılıb zaten. Yəni beləliklə zaten biz düşündük ki, yarım saat bizim üçün ekstra bəsdir. Ona görə bizim üçün çox okey bir şey oldu. Bu keyfi də datdıq. Bu arada mən buz kankisinin amatörüyəm. Zaten videolardan da bəlli olur. Və daha sonra yenə McDonald's-a gedirik. Şaşırdıq mı? Şaşırmadıq. 2 burger alırıq, 16 evro ödəyirik. Saat axşam 10. Hər yer bağlanıb, şəhərin işıqları sönüb. Amma biz Azərbaycanlı olduğumuz üçün hələ arası getməliyik. Ona görə bir şeylə içməyə, tatlı bir yerlərə getdik. Sonra otelə qayıtdıq, yatdıq, durduk. Səhər açıldı, çıxışımızı eləyib yenə restorana getdik. Amma bu restoran bizim üçün biraz fərqli anılar barındırırdı. Bilmirəm aranızda Before Sunrise-ı izləyən var ya yox. 3 hissəli bir kinodur və biz onu Turanla birlikdə izləmişdik. Before Sunrise ilk hissəsidir və bütün kino Viyanada keçir. Vaxtımız az olsa da biz də onların olduğu yerlərdən bir-ikisini gəzib görmək istədik. Bu restoranda onların olduğu yerlərdən biri idi. Buranın adı Kafe Şpeğildir. Mənim bir inancım var. Buna bir ritual deyə bilərik.
və həmişə işə yarayır. Əgər çayımın üzərində köpük varsa, mənə yaxın zamanda pul gələcəyi mənasını verir. Amma ilk öncə eləməli olduğum bir şey var. O çaydakı köpüyü başıma vurmalıyam. Düz bu çox təmiz görünməsə də işə yarayan bir şeydir. Az çox fərq yoxdur. Bir yerdən bir miqdar pul gəlir hər dəfə. Bəzən olur 1 ay durmadan çayımda köpük olur. Sonra bir də görürəm, aha buna görəymiş. Nəysə, sonra kinodan digər bir yerə gəlirik. Bura qramofonların satıldığı yer. Adı Altnoydu. Yəni köhnə və təzə deməkdir. Burada da şəkil çəkirik təbii ki. Burada kinoda baxanda çox bəyəndiyimiz yerlərdən biri idi. Burada bizim şəkillərimizi yenə görə bilərsiniz. Bura gəlmək bizə həqiqətən çox gözəl və çox fərqli hiss elətdirdi. Daha doğrusu bu iki yerə gəlmək. Daha sonra o məşhur bantikin yanına gedəndə görürük ki, taksilər yollarda anladığımız qədərilə icazəli etiraz aksiyası eləyirdilər. Bantikin yanına gələndə də tam olaraq şey olduq. Hə, gəldik, nə oldu? Gördük, nə oldu? Gedək indi. Biz bir-iki şəkil çəkdik, şəkillərdə gözəl görünür, amma çox böyük bir olayı yox idi. Yəni keçidin yanındakı bir bantik idi. Əsas məsələ olan bantikə də gördükdən sonra gedirik parkingə, maşını götürüb evə yollanmağa. Amma burada da etiraz aksiyası var. Nəyə etiraz eləyirlər bilmirəm. Həmən gün nəsə hər yerdə etiraz eləyirlər. Taksilər bir tərəfdən, insanlar bir tərəfdən. Heç bir fikrim yoxdur. Biz isə evə qayıtmalıyıq artıq. Çünki evə qədər 9 saat yolumuz var. Dayanmalarla bu 10-11 saata da qalxacaq və səhər gün işdə olmalıydıq. Ona görə evə doğru yola düşməyə başladıq. Viyanada hər küçədə gördüyümüz bizə ən çox doğma gələn şey bu supermarket idi. Başa düşdüyümüz qədərilə buranın əsas marketlərindən biri idi. Biz də qaydanda yol üstü ora dəyib bir şeylər aldıq yolda yeməyə. Nəysə, burada artıq Çexiyadaydıq. Benzin vururuq. Daha sonra KFC-də oturub yeməyimizi yeyib yollanırıq evə. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Bəyəndisə bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi rəy bölməsində bölüşməyi unutmayın. Gələcək videolarda, gələcək ölkələrdə görüşmək üzrə. Hələlik.